Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan İlqar Yusufov adına Qoradil kənd tam orta məktəbində olduq. Bu məktəbin həyətində yaradılmış yaşıllıq möhtəşəm idi. Məktəbin həyətində yaradılan bu görüntü sanki parkı xatırladan əsrarəngiz yaşıllıq insana başqa bir zövq verirdi. Məktəbin həyətini gəzdikcə, gördükcə burada insan əməyinin nə qədər böyük olduğunu duya bilirdik. Bütün olimpiyadalarda fəal iştirak edən məktəb həmişə qaliblər sırasında olub. Hər il ali məktəblərə 80-90% qəbul nəticə göstərir. Məktəbdə olan səliqə səhmanı danışmaqdansa əyani göstərsək yaxşıdır. Məktəbin direktoru Rəmziyə Heydarova şagirdlərlə davranış qaydaları, onlarla nizam-intizamın necə olmasından söhbət açdı. Hər şey nizam-intizamdan başlayır. Şagirdlərin təhlükəsizliyin təminatına, tədris prosesinin sakit keçməsinin təminatına və hər bir şagirdin məktəbdə uğurlu təhsil almasına istiqamətlənmiş bir prosesdir. Və bütün bunların sayəsində məktəbimiz böyük uğurlara imza atmışdır ki, bu il şagirdlərimiz, 10 şagirdimiz qırmızı attestat almağa namizəddirlər. 21 şagirdimiz 200-dən yuxarı bal toplamışlar. Ən yüksək balımız 295 baldır. 9 siniflərində nəticələri ürək açandır. Onlar da yüksək nəticələr göstərməyə söz vermişlər. Olimpiyada qalibimiz var, Kenguru olimpiyadasında qalibimiz var, hakatonda qalibimiz var. Bu il bizim məktəbimiz Abşeron kəndi məktəbləri arasında birinci yerə futbol üzrə yarışmada qalib gəlmişlər ki, kuboku məktəbimizə gətirmişlər. Şagirdlərin dərsə davamiyyəti səliqə səhmanı yüksək səviyyədə idi. Burada yaradılan disiplin sayəsində məktəb daim uğurlara imza atır. Ulu öndər Heydər Əliyev demişdir, biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimlərimizə borcluyuq. Bu doğrudan da belədir. Doğrudan da həyatımızın ən önəmli vaxtları məktəbdə aldığımız təhsillə bağlıdır. Bu məktəbdə şagird və müəllim arasında olan qarşılıqlı hörmət gözə çarpan idi. Elə məncə bunu yaradan da müəllimlərimizdir. Məktəbə hər gəlişimizdə yeni uğurların olduğunu görürük. Təhsilin uğuru üçün var gücümüzlə çalışmalı, həmişə qabaqcıl olmağı bacarmalıyıq. Elə bu məktəbdə olduğu kimi. Cəmilə Nəsir qızı, Kamil Quliyev, bugün informasiya proqramı üçün.